Qulaqda subyektiv səs hissi, yəni ki, tinnitus, bəzən sadə bir simptom kimi görünsə də, əslində bu, çoxsaylı patofizioloji mexanizmlərin nəticəsi ola bilər. Xüsusilə baş gicəllənmə və vegetativ pozuntularla birgə müşahidə edilirsə, bu zaman yanaşmamız çox daha geniş olmalıdır. Tinnitusun yaranmasında həm periferik, yəni koklear və ya eşitmə siniri, həm də mərkəzi mexanizmlər iştirak edir. Son 10 ildə aparılan neuroimaging tədqiqatları göstərib ki, tinnitus beynin primitiv eşitmə korteksi ilə yanaşı, limbik sistem, xüsusilə amigdala və hipokampus tərəfindən də modulyasiya olunur. Yəni, bu simptom yalnız akustik bir fenomen deyil, emosional və kognitiv komponentləri də daşıyır. Əgər xəstə həm tinnitus, həm də baş gicəllənmə, ürək bulanma kimi vestibulyar simptomlarla müraciət edirsə, bu zaman biz ilk növbədə vertebrobazilyar çatışmazlıq, servikal spondiloz, Menier sindromu, multiple skleroz və beyin sapı patologiyalarını istisna etməliyik. Eyni zamanda mərkəzi duyğu emalının pozulması ilə gedən somatoforum pozuntular və ya komorbid anksiyete bozukluğu da nəzərə alınmalıdır. Diagnostik protokol haqqında danışsaq, belə hallarda yanaşma multidisiplinar olmalıdır. Beyin MRT, vertebral arteriyaların Doppleri, audiometriya, video nistagmografiya, ENG və bəzən BEAP müayinəsi, yəni ki, Brainstem Evoked Auditory Potentials lazım ola bilər. Çünki bəzən mərkəzi sinir sistemində mikrosirkulyator pozuntular, beyin sapı disfunksiyası tinnitusla özünü göstərir. Müasir müalicə və yanaşmalar haqqında qısaca danışsaq, müalicədə təkcə simptomatik deyil, səbəbə yönəlik yanaşma ön planda olmalıdır. Dopamin modulyatorları, SSRI'lar, vaskulyar dəstəkləyicilər, bəzi hallarda qaba ericik sistemə təsir edən agentlər, bəzi hallarda transkranial maqnit stimulyasiyası, bəzi hallarda kognitiv davranış terapiyası və tinnitus retraining terapiyası müasir yanaşmalar sırasındadır. Nəticə olaraq tinnitus sadəcə bir simptom deyil. Nevroloji, otoloji, psixoloji və vaskulyar sistemlərin kəsişməsində duran kompleks bir haldır. Yanaşmada bu dərinliyi görmək və multidisiplinar işləmək uğurlu terapiyanın açarıdır. Hamınıza saygılar və sevgilər, sağ olun.